Əgər Allah istəsə, biz düz yolda olarıq. Musa dedi, Allah buyurur ki, o nə yer şumlamağa, nə də əkin suvarmağa ram edilməmiş bir inəkdir. O sağlamdır və onda heç bir ləkə qüsur yoxdur. Onlar, indi sən əsl həqiqəti bildirdin, dedilər və onu kəsdilər. Halbuki, az qala bunu yerinə yetirməyəcəkdilər. O zaman siz bir nəfəri öldürmüşdünüz və onun qatili barəsində mübahisə edirdiniz. Allah isə sizin gizlətdiklərinizi aşkara çıxarar. Biz dedik, inəyin bir parçasını ölüyə vurun. Allah ölüləri bu cür dirildir və öz ayələrini sizə göstərir ki, bəlkə anlayasınız. Sonra bunun ardınca sizin qəlbləriniz sərtləşib, daş kimi, hətta ondan da sərt oldu. Həqiqətən daşlardan eləsi var ki, içərisindən çaylar qaynayıb çıxar. Onlardan eləsi də var ki, yarılar, içərisindən su çıxar. Eləsi də var ki, Allahın qorxusundan yuvarlanıb yerə düşər. Allah sizin nə etdiklərinizdən xəbərsiz deyildir. Siz yəhudilərin sizə inanacaqlarına mı ümid edirsiniz? Halbuki onlardan bir zümrə var idi ki, Allahın sözünü eşidib anladıqdan sonra bilə-bilə onu təhrif edirdilər. Onlar möminlərlə rastlaşanda biz iman gətirdik, deyir. Bir-birləri ilə xəlvətdə qalanda isə Allahın sizə bildirdiyini onlara danışırsınız ki, Rəbbinizin yanında bunu sizə qarşı dəlil gətirsinlər. Məyər başa düşmürsünüz, deyirlər. Məyər onlar bilmirlər ki, Allah onların gizli saxladıqlarını və aşkara çıxartdıqlarını bilir. Onların arasında